Çay yoxsa su? Çay suyu əvəz eləyirmi? Gün boyu 6-8 stəkan çay içirəm, su içməsəm olarmı? Çox adam mənə bu sualı verir şərhlərdə. Bəli, çay da mayedir və ümumi maye qəbuluna daxildir. Amma çay suyu tam əvəz eləmir. Çünki su böyrəklərin normal işləməsi, sidiyin durulaşması və duzların bədənindən çıxması üçün əsas vasitələrdən biridir. Su az olanda sidik tündləşir, qoxu kəskinləşir, bəzən də göynəmə yaranır. Əgər çox çay içib suyu demək olar ki, heç içmirsinizsə, bəzi problemlər yarana bilər. Məsələn, tez-tez sidiyə getmə arta bilər, sidik kisəsi qıcıqlana bilər, göynəmə hissi güclənə bilər. Bu halda ilk edəcəyiniz şey su qəbulunu artırmaqdır. Gün ərzində təxminən 2 litr su içmək bəzən problemi həll eləyir. Amma məsələ ciddiləşibsə, böyrəklərdə kristallar artıbsa, sidiyin rəngi çox sarıdırsa və yaxud da bulanıqdırsa, o zaman əlavə dəstəyə ehtiyac var. Mən sizə bitki tərkibli diurnesi məsləhət görə bilərəm. Diurnes dərman vasitəsi deyil. Qida əlavəsidir. Tərkibində qızıl kətir otu, levistik kökü və rozmarin yarpağının ekstraktı var. Deməli, bu bitkilər nə edir? Böyrəklərdə qan dövranını yaxşılaşdırır, antimikrob və iltihab əleyhinə təsir göstərir, daşların yaranmasının qarşısını alır. Sidik ifrazını artırmağa kömək eləyir, sidik yollarında yaranan spazmı azaltmağa dəstək olur. Bundan əlavə bədəndə, ayaqlarda, göz altında şişkinlik varsa, onların azalmasına da kömək eləyir. Polşa istehsalıdır, keyfiyyətindən əmin ola bilərsiniz. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə eləmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.